Salam değerli izleyiciler, yine ben eşkol olarak hal-hazırda sizler için Binə Safəz arasında dostlar. Rahat market deyilən ərazide, yanmış obanın yaxınlığında. Ana yolda eve kimi 100 metr mesafede bir sot yarımın içinde mini villamızın artık çekilişini aparırıq. Gördüğünüz kimi çok gözəldir. Həqiqətən də həyət sesine rahat bir maşın yerləşir. Evimizin sağı solu boşdur. Çok güzel bir evdir de həqiqətən də bu evin sahibi siz olmaq istəyirsə bizlə əlaqə saxlaya bilərsiniz. Vaxtımızı itirmədən keçək evimizin iç səsinə inşallah sizi tanış edək. Dostlar, hal-hazırda gördüğünüz kimi geniş bir zaldayıq. Zal üstü bir mətbəx sayılır. Demək olar ev sahibi tərəfindən elektronlardan başqa və xudmani əşyalardan başqa çox eşya qalacaq evdə. Zalla tanış olduq dostlar. Bu hissədə yerləşir. Sənədlər qoşaq hissəsi tanış olaq. Genişliyi göz qabağında da həqiqətən də qoşa daşlardan ibarətdir. Ortası beton kəmərdir. Keçək ikinci mərtəbə ilə inşallah sizi tanış edək. Yanılma. Daxil olduqda hal-hazırda ikinci mərtəbə bizi qarşılayır. Gördüyünüz kimi ayrı-ayrı 3 dənə yataq otağı mövcuddur. 1 2 dostlar və 3. Keçək əsas məsələyə. Qazımız, işığımız, suyumuz daymadır. Bir sot yarımın içindədir. 4 otaqdan ibarətdir. 85 günə deyilir. Reallıq olsa super indirim olunacaq.